Qabaq üstü çox yaxşı orqanizasiyonda oynayırdı. Həddindən artıq, hətta bizdən daha yaxşı hazırlıqlıydı. İkincisi biraz daha fərqli oldu. Sonra tez bombar vurduq və sonra oyun biraz daha asanlaşdı. Ondan belə səhvlərimiz əlbəttə ki var idi və gözlənilən idi. Hələ futbolçuların hazırlıq səviyyəsi tam deyil. Ona görə çox da futbolçulardan daha dinamik oyun tələb etməyə o qədər də düzgün deyil. Ondan belə hansı ki, qarşıdakı günləri daha çox düzənli çalışası epizodlarımız oldu və çox müqəmmə edəcək. Müsbət mənada təcrübələndirən futbolçularımız oldu, yəni gözlədiniz daha yaxşı oldu. Ümumi komanda olaraq daha yaxşı gördüm. Amma səhvlərimiz var idi. Bəzi qəbul olunma səhvlərimiz var idi. Yaxşı oldu elə burada onları gördük. Bunun üzərində inşallah hapsi və hazırlığımızda çalışacağıq.